Birinci Qarabağ müharibəsində itkin düşmüş və sonradan nəşinin qalıqları aşkar edilərək şəxsiyyəti müəyyən edilən Cümşüd Məmmədov 34 ildən sonra Laçın şəhər Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Qeyd edim ki, Laçının Katos kəndində anadan olan şəhidimiz 1992-ci ildə mayın 18-i Laçının işğal günü Zabuq kəndində itkin düşmüşdü. Silah! Bizim Ali Başkanımız sağ olsun ki, bizim bu torpaqları işğaldan azad elədi. Bu günləri şükür ki, gəlib həmin atışma yerində dövlət qurumları mənim qardaşımın nəşini tapıblar. Onların hamısına minnətdarım. Bir gün 34-35 ildən sonra etkinimizi tapdılar, getdilər. Bir gün əziyyət çəkdilər, öz torpaqlarımızda dəfn elədilər. Bu günümüzə şükür. Allah şəhidlərimizə rəhmət eləsin. Avqust ayının 8-də xəbər verdilər bizə ki, tapılıb da nəşi. Deyiləsi deyil, nə istər ki, həm sevindik, həm üzüldük. 34 il, 4 aydan sonra mənim qardaşımın nəşrini tapıb, bu gün gətirib rəhbərlərimizin təşkilatı altında gətirib Laçın rayonu Şəhidlər Xiyabanında dəfn edibdilər. Bu xəbər həm bizi sevindirdi, həm də kədərləndirdi, üzüldük. Çətin bir işdir. Amma neynəmək olar? Şükür elədi ki, şükür ki, bu bizim işğaldan qanı bahasına, işğaldan azad olmuş torpaqlarımızda bu gün şəhidlərimizi dəfn edir. Neden verdim? Bozat neyle? Ona bir bala ver.